Səhər telimə zəng gəldi və mən də narahat qaldım ki, bu vaxtı mənə görən kim zəng edir? Və narahat qaldım, nömrəyə baxdım, gördüm ki, nömrəni tanımıram. Və tanımadığım nömrəni də təbii ki də açmıram. Biraz keçəndən sonra üstündən gördüm ki, WhatsApp-a profil şəklində xanım və əlində uşaq olan bir xanım mənə yazdı. Qızlar, bilirsiniz ki, mən onlayn işləyirəm. Buna görə də nömrəni TikTok-a və Instagram-a qoymuşam ki, orada mənə komandama qoşulmaq istəyənlər keçid etsinlər. Xanım mənə WhatsApp-da yazdı ki, mən sizin komandaya qoşulmaq istəyirəm. Buna görə nələr lazımdır? Mən də xanıma söylədim ki, xanım, saat 6-dır. Saat 9-da mənlə əlaqə saxlayarsınız. Nələr lazım olacaq? Əlaqə saxlamaq istəsəm də gördüm ki, xanım bir xətdir və profilində şəkli falan da yoxdur. Və bilmədim ki, xanım nə məqsədlə saat 6-da mənə zəng elədi. Qızlar, siz də mənim komandama qoşulmaq istəyirsiniz? Saat 6-da yox, qızlar, saat 9-da. Mənlə əlaqə saxlaya bilərsiniz. Həm hədiyyələr qazanırsınız, həm də evinizə aid olan bütün hər şeyi orada əldə edə bilərsiniz. Olmaq istəyən xanımlar TikTokda və Instagramda bio yerində linki paylaşmışam.